Sizə faydalı olsun deyə qərara gəldim ki, LED lampa haqqında qısa da olsa bildiklərimdən sizinlə bölüşüm. LED lampa alarkən nələrə fikir verməlisiniz? Ümumiyyətlə, qutunun üzərindəki göstəricilər nədir? Nəyi bildirir? Bəli, əzizlərim. Volt təbii ki, neçə voltla çalışdığının göstəricisidir. Əgər sizdə şəbəkədə tez-tez oynamalar olursa, məsləhət görərdim ki, 185-265 volt aralığında lampalar alasınız. Bəs Kelvin nədir? Məsələn, 3000 Kelvin. Kelvin lampanın temperaturunu, rənginin göstəricisidir. El arasında ağ yanan, sarı yanan deyirlər. Kelvin artdıqca lampa ağarır. Yuxarı Kelvində lampalar gözü çox yorur. Ev üçün aşağı Kelvində lampa olmalıdır. Məsəl üçün 2300-3500 Kelvin. Bəs watt nədir? Watt sadəcə lampanın nə qədər elektrik enerji sərf edəcəyinin göstəricisidir. Gəlirik əsas məsələyə, lümen. Lümen isə lampanın gür olduğunun göstəricisidir. Lümen nə qədər çox olarsa, lampa o qədər də gür yanacaq. Bəzən elə ola bilir ki, 15 wattlıq lampa 1000 lümendir. Bəzən də 12 wattlıq lampa 1300 lümendir. Bu istehsalçıdan asılıdır. Əsasən lampa alanda fikir verin ki, lümeni yuxarı olsun. Lümen və ya lüks demək olar ki, bir-birinə yaxın qohumdular. Lümen lampanın gürlüğünü, lüks isə otağın nə qədər işıqlı olmasının göstəricisidir. Əslində bu göstəricilər haqqında saatlarla danışmaq olar. Lampanın bağlantı hissəsi bəs. Bəli, əlimdəki lampanın bağlantısı Y27-dir. Lüstr lampaları isə Y14-dür. G4, G9, MR16, Q10 və bir çox bağlantı növləri var. Bunlar da qutunun üzərində qeyd olunur. Lampanın keyfiyyətli olması lampanı əlinizə tutarkən məlum olacaq sizə. Lampanın uzun ömürlü olması onun çiplərinin yerləşdiyi alüminium nə qədər qalın olarsa, o qədər də soyutma sistemi tez baş verir və çiplər zədələnmir. Əzizlərim, bu qədər. Yenə də kim nəyi başa düşmədisə yazsın, mən mütləq cavablandıraram. Bu videonu bəyənən, komment yazan təsadüfi birinə LED lampalar hədiyyə edərəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Vatınız hər zaman güclü olsun.